Gəncə Dövlət Universitetində 2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib. Mediaturda Gəncənin Səsi qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, Novosti Qyanca qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər icra hakimiyyətinin rəsmiləri, eləcə də digər kütləvi informasiya vasitələrinin nümayəndələri və tələbə valideynləri iştirak ediblər. Mediaturda əvvəlcə imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, 2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki təşkilati işlər vaxtında görülüb. İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərinin nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Auditoriyalara müasir kameralar quraşdırılıb. İmtahanların keçirilməsinə dair təlimat hazırlanıb və Gəncə Dövlət Universitetinin rəsmi saytına yerləşdirilib. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədi ilə universitetdə imtahan qərargahı, apellyasiya komissiyası və qaynar xətt fəaliyyət göstərir. Məlumumuz olduğu kimi, Respublikamızda ali təhsil müəssisələrində olduğu kimi Gəncə Dövlət Universitetində yaz imtahan sessiyası uğurla davam edir. Yaz imtahan sessiyası müvafiq təlimatlara uyğun olaraq bütün sənədləşmə işləri həyata keçirilib və Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq 2 iyun 2025 ildən başlayaraq sessiya uğurla davam edir. Sessiyanın 5 iyul tarixlə kimi davam etməsi planlaşdırılır. Birinci mərhələdə imtahanlar yazılı formada təşkil olunub və uğurla yekunlaşmışdır. Hal-hazırda imtahanlar test üsulə keçirilir və test üsulə keçirilən imtahanlar universitetdə ilk dəfə olaraq edaman sisteminin imtahan modeli vasitəsilə təşkil olunur. Mənim qızım bu universitetdə təhsil alır. Biz imtahanlarda nəticədə iştirak elədik və gördüm ki, imtahan çox gözəl səviyyədə keçirilib. Heç bir çətinliklər olmadı. Mən qızımın burada oxumağına görə bilirəm ki, çox güvənli yerdədir. Müəllimlərimizə də çox təşəkkür edirəm ki, bu şəraiti bizim tələbələr üçün yaradıbdır. Mən çox razıyam, çox təşəkkür edirəm. İmtahan qənaətbəxş keçdi mənim üçün. Əvvəla universitet rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm ki, bizim biliklərimizi obyektiv surətdə qiymətləndirilməsinə şərait yaradır. Buradan da bütün müəllimlərimə bizlərə bu şəkildə bilik ötürdükləri üçün təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun. Səs TV xəbər, Gəncə.